Çox qəşəngdir, gözəldir mənzərə burada. Məncə də çox gözəldir. Mənim üçün çox təsirlidir. Həm də çox qürur vericidir. Mən heç vaxt fikirləşməzdim ki, mən yaşayan vaxtı Qarabağa gələ biləcəm. Mən də heç vaxt düşünməzdim. Burada gördüyüm yeni inşa olunan binalar, yollar həqiqətən çox xoş təəssürat oldu mənim üçün. Qarabağın günü-gündən inkişaf eləməsini görmək. İnşallah ki, gələcəkdə bundan daha çox gözəlləşər Qarabağ. İnşallah məscidləri, kilsələri görməyə də çox şad oldum. Çox maraqlı gəlir. Bu həm qürur verici bir duyğudur, həm də biraz hüzünlü bir duyğudur. Çünki burada hər yeri gəzdikcə mən şəhidlərimizi də yad eləyirəm və onların necə burada vuruşub bu torpaqları aldığını, yəni düşünə bilirəm, təsəvvür edə bilirəm və yəni həm qürur hiss edirəm, həm də biraz hüzünlənirəm əslində. Bizim burada belə rahat gəlməyimiz onların qürurudur. Bəli. Qarabağ həqiqətən də çox gözəldir. Həmişə videolarda, şəkillərdə görürdüm. Qarabağdan bəhs edirdilər gözəlliyindən. Amma öz gözlərimlə gördüm və bu qədər gözəl olduğunu həqiqətən təsəvvür eləmirdim. Düşərgə bəs necə keçir sənin üçün? Mənim üçün çox maraqlı keçir. Bundan əvvəl başqa bir düşərgədəydim, amma bu düşərgə daha maraqlıdır, qat-qat daha maraqlıdır. Mənim üçün də çox maraqlıdır. Bu gün düşərgənin 4-cü günündəyik və düşərgənin hər günü, yəni o qədər dolu keçir, o qədər maraqlı keçir ki, bu 4 gün necə gəldi, keçdi heç bilmədim. Mən də çox heyf ki, tez qurtaracaq. 3 günümüz qalır. Çox maraqlı aktivitetlərimiz olur, maraqlı oyunlarımız olur, konfranslar. Mən ən sevdiyim konfrans Reza Dəqatininki oldu. Çox maraqlı keçdi. Mənim ən sevdiyim görüş şəhid anaları ilə olan görüş idi və onların o danışıqları və bəhs etdikləri oğullarının həyat tərzi mənə çox təsir elədi. Mənə də.